Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat, işğaldan azad edilmiş ərazilər istisna olmaqla nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi qaydaları müəyyənləşdirilir. Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Regional Məsələlər Komitəsinin bugün keçirilən iclasında müzakirə olunan Mənzil məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat, işğaldan azad edilmiş ərazilər istisna olmaqla nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş, icbari sığortası olan yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən bu barədə qərar qəbul edilə biləcək. Həmin qərarda sifarişçinin funksiyalarını yerinə yetirəcək dövlət orqanları, qurumları müəyyən ediləcək. Məcəllədə nəzərdə tutulan qəza vəziyyətində olan mənzillərin, yaşayış binalarının yenidən qurulması və ya yenidən planlaşdırılmasına dair tələblər yuxarıda müəyyən edilmiş hallara şamil edilməyəcək.